Beləliklə də günlərin bir günündə Süleyman böyük bir dəstəsi ilə səfərə çıxır və həmişəki kimi yenə də quşlar onun yanında olur. Axı Süleyman bütün heyvanların dilini bilir, anlayır, onlarla söhbət edir. Bu məharət Allahdan ona belə verilmişdir və Süleyman bir müddət yol getdikdən sonra gəlib qarışqaların məskəni olan böyük bir düzənliyə çatır. Qarışqalardan biri uzaqdan böyük bir dəstənin onların yanına gəldiyini görür və əl-ayağa düşüb tez o biri qarışqalara deyir ki, girin yuvanıza. Süleyman öz qoşunu ilə bura gəlir. Burada nə hikmət meydana gəlir? Yəni deyir ki, ay insan, sən qarışqasan, otur yerində, zamanını gözlə. Fəhləliyin elə, düşmə orduya. Ordu tərəfindən ərəmizi mənada əzilə bilərsən, elə də insanları biz gördük, indi açmaq istəmirəm, mən belə şeylərə heç həyatımda baxmırdım, amma məcburən bunu göstərib söyləməliyəm, bu Allahın əmridir. Görürsünüz, insanlar necə əzilirlər dubinkalarla. Bu bir növ, burada rəmzi məna, yəni ki, girin yuvanıza, çıxmayın eşiyə. Salamat başı istəyirsiniz hərrəməyə, nəyiniz var ona qani olun. Bax, bu anlama gəlir. Xülasə ki, girin yuvanıza, Süleyman öz qoşunu ilə buraya gəlir, birdən bizi görməzlər, onların ayaqlarının altında tapdalanıb məhv olaraq. Və də bax, bu insanlar məhv olunurlar. Görürsünüz, tutduqlarını tuturlar, tutmadıqlarını əzirlər, əzmədiklərini döyürlər, döymədiklərini öldürürlər, öldürmədiklərini də sürgün edirlər. Bu hakimiyyət budur. Hakimiyyəti qınamaq olmaz, fələyin oyunu budur. Biz bunu hakimiyyətin üzərinə yıxmayaq, təbii ki, acını dedik, səhvləri üzə çıxartdıq, amma bunun üçün insanları qınaya bilmərik və hər birimiz bu insanların yerində yaranmış ola bilərdik. Bəli, Süleyman, bütün heyvanların dilini bilən Süleyman qarışqanın nə dediyini eşidir və bərk təəccüblənir. Bu sözlərdən belə çıxırdı ki, qarışqalar da Süleymanın peyğəmbər olduğunu bilirlər. Axı peyğəmbərlər Tanrının yaratdıqlarını heç zaman qəsdən incitmirlər. Qəsdən incitmirlər. Yəni, haqsız yerdə bunlar, amma bu hökumət haqlı, haqsız yəni çıxır xalqı. Xalq haqqını deyir, onu əzir. Amma peyğəmbərlər haqsız yerə insanlara, görürsünüz nə meydana çıxdansı hikmət, indi budur. Allah Teala buradan, mən indi peyğəmbər deyiləm, amma peyğəmbərlər deyiblər ki, yəni bir olan Allaha iman gətirin, bu sərvət üçün xalqı incitməyin, xalqı yolundan azdırmayın, bunlar deyilə-deyilə görürsünüzmü, gəlibdir, amma hakimiyyət yalnız sərvətə üstünlük verir, sərvəti mənimsəyir, sərvət üstündə bu şeylərə, yəni bu insanlara əzab verir, bu haqsız yerə verir. Amma Allah Teala düzdür, insanları azdırır, sınağa çəkir, bu yazını belə yazmışdır, amma haqsız yerə kimsəyə cəza vermir. Çünki vədə deyir, yəni öz başına deyir ki, bu tarix yazılıb. İndi elə öyünürsənsə, get tarixi qoy sinənə, qabağına, onun acı həqiqətlərini, şirin yalanlarını niyə seçib oxuyursan ki? Sən acı həqiqətlərini oxu ki, nə ola bilər? Oxumamısansa, artıq bu sənin öz səhvəndir, cəzanı da yaşayacaqsın. Bax, bu anlama gəlir.
Yəni peyğəmbərlər Allahın özü tərəfindən idarə olunublar. Biz artıq bildik ki, Allah insanın cismi olmadan heç bir söz deyə bilməz. O bir əcinə şəklində, necə deyərlər, yerin göyün sahibidir, yiyəsidir. Özü də bu sehir qarşısında matdır, heyrandır. Amma mən də onun qarşısında artıq heyranlığımı gizlədə bilmirəm. Yəni otururam, başqa bir şey fikirləşirəm, dururam, başqa şey söyləyirəm. Heç özüm də bilmirəm, bu dilə sahib deyiləm. Kimsə özünə sahib deyildir və hər kəs də hər şeyi təyin edən o özüdür. Bu möcüzə bilmirəm. Bu boyda bütün dünyanın insanlarını necə idarə edir, mən bunu anlaya bilmirəm. İndi nə gəlir onu da deyirəm ki, yəni Allah, yəni burada peyğəmbərlər artıq biz rəmzi mənada götürək, Allah heç bir bəndəsinə yersiz qəsd etməz, incitməz. Əgər bu, tutalım ki, bax, məsələ, yəni, büyün o bina yandı, o binanın yanmasının qolları çoxdur, onun içində zərər çəkənlər varsa da onların öz səhvlərinin bu cəzasıdır. Binanın üzünün bərbad hala gəlməsi hökumətin cəzasıdır. Çünki sənin xalqın ac, yalavac, elə 5 dənə insan yaşayır deyə bu demək deyil ki, Azərbaycan yaşayır, inkişaf edir. Sənin xalqın zillət içindədir. Sən özünü dünyaya nümayiş etdirirsən. Heç etmə, Allah özü nə istəyir onu da eləyəcək. Sən anlamırsan ki, bu sənin ən böyük səhvindir. Bax, buna görə də indi bu zillətin sonu nədir? Mən bilmirəm, indi görək dalı nə olacaqdır. Bəli, belə də incitməzlər, peyğəmbərlər incitməz, peyğəmbərləri silib, elə buna Rəbbin fələyin üstünə qoyaq ki, belə bunu eləyən Allahın özüdür. Elə buna görə də qarışqa qorxub ki, birdən biz onları görmərik və günaha batmış olarıq. Bəli, insan. Görürsünüzmü, məndə hərdən bu söhbətlər arasında belə bir söz gedir ki, məsələ, yəni, tutalım ki, öz ailəmdən götürüm, mən heç kənara çıxmıram. Tutalım ki, mənim bu qızım mənə biraz çığırdı, bağırdı, yəni ki, yekarbatsan oturuyum da, nə düşürsən küçələrə. Mən dedim, abala, istəmirsinizsə məni silin həyatınızdan, amma mən bu yoldan dönə bilmərəm. Yəni, onlarla qabaq-qabağa durub, onları günaha batırmaq istəmədim. Elə bir yolluq kəsdim ki, söhbəti, elə bilin ki, ölmüşəm. Başa düşürsünüz bu nə deməkdir? Yəni, əgər mən bu söhbəti uzatsam, sənə nə var, o mənə sən niyə belirsə, mən desəm, sənə nə var? Bu artıq mən o insanları da günaha batırmış oluram ki, axı insan neynəsin? Allah onu o boyda şuur verib, elə də xalqa bu qədər şuur verilibdir. Xalq neynəsin və yaxud hökumət neyləsin? Biz sadəcə burada acı həqiqətləri açıqlayırıq ki, bax, nədən nə doğur? Nədən nə doğur? Qınamısan, şək etmirsən. Şək etmək bugün Quranda buyurulur ki, bu dünyada şək etməniz sizin üçün əzabdır. Əzab nə deməkdir? Əzabın içində ölüm də var. Əzabın içində sürünmək də var. Əzabın içində xəstəlik də var. Əzabın içində şikəst qalmaq da var. Əzabın içində hər şey var. Bəd hər şey var. Hər şey var əzabın içində. Bax, bundan da insanlar əzab çəkir. Gərək bu qanunlara itaət etsin. Bax, ona görə də deyilir ki, Allahın qanunları həm çox asandır, həm də çox çətin. Asandır ona görə ki, dil lovğadır, ona tabi ola bilmir. Çünki dili biz bildik ki, söylədik ki, heç bir kəs hələ dili indiyənə kimi əhilləşdirməmişdir. Amma bütün heyvanat aləmi əhilləşmişdir. Qarışqadan tutmuş ta filətən. Amma, məsələ yəni, amma dili kimsə əhilləşdirmir. Elə ağzını açan qarğıyır, ağzını açan qınayır, ağzını açan danlayır və anlamır ki, bütün bunların dalında nə durur? Bax, odur ki, Quran buyurur, Allah yersiz yerə heç bir bəndəsini nə əziyyət verməz, cəza və mükafat labüddür. Nəyə əkirsən, onu da biçəcəksən. Danlamısan, danlanacaqsan. Qınamısan, qınanacaqsan. Öldürmüsən, öldürüləcəksən. Bu labüd bir haldır. Bax belə. Bəli, Süleyman Peyğəmbərin dodaqlarına təbəssüm qonudu və bu böyük nemət üçün ulu Tanrıya şükürlər edib yoluna düzəldi.
hər an, hər bir dəqiqə, hər bir çətinliyə şükür etmək. Bax, görürsünüz, insanın bir də görsən əziz ölür. Mən bunu çox, indi son illər təbii ki, mən getmirəm bu ölü yerlərinə, bu yığıncaqlara zada mən iştirak etmirəm. İndi deyil, artıq bu illərdir belədir. Mən hansı gün ki, ölünün dalınca onun yaxşı işlərini sadalayıb ağlamağı insanlara qadağan edirəm. Yazısını ki, kitablar, bu kəlamlarda Allah Taala mənə göstərdi. Ondan sonra mən ölü yerlərinə getmirəm və bunu günah bilirəm ki, həm getdiyin evdə insanın əziz ölür, bilmir özü günahlasın, yoxsa gəlib gedənin bir isbatda yola salsın ki, savaq şunquruma qoşulmasın və də İstədiyi anda insan əzzini ağlaya bilər, amma bunu özünü artistliyi üçün gərək otura həmin gün orta saatlarında bir neçə saat oturub ağlayıb başlayan deyə ki, kiməsə xoş gəlsin. Bax, bunlar hamısı artıq şeylərdir. Onsuz da deyir, dəyən insanın özünə dəyir və bunun da qabağında neçə dəfə mən dillərdən eşitmişəm ki, Allah verdi, Allah aldı, sənin əlindən ağlamırıq, dərd əlindən ağlayırıq, sən verdin, sən aldın, məsləhətinə şükür. Bunu deyirik. Əzzimizi veririk, əldən deyirik, amma həyatın zərbələri gələndə deyirik ki, başına söz qəhətdir. Bax, günah da bunun içindədir. Taleyin zərbələri gələndə gərək ona şükür edəsən və bəndədən deyil, onu ərəbdən qəbul edəsən ki, bugün də yanğının içində yanıb ölməyəsən. Bax, bunun dəri çox ağırdır bu gün demək, təbii ki, mənim üçün asan deyil, amma ağır olsa belə onsuz da illərdir. Görürsünüz, deyir, bu biz Beytül Müqəddəsin üzünü nə qədər ağır görünsə də, deyir, üzünü çevirdik biz Kəbəyə, yəni Beytül Hərama. Beytül Hərama çendərsək də bunun üçün Allaha bilən, tanıyan, Allaha iman gətirən insanlar üçün bu ağır deyil. Yəni, əgər bu Allahın sınağıdırsa, yaradan odursa, alan da odursa, verən də odursa, onun işinə kim qarışa bilər? Heç kim. Bax, belə. Günəş batmaq üzrə idi. Ömrünün xəzan çağını yaşayan Süleyman yenə də həmişəki kimi sevimli Billur sarayında əsasına söykənərək ətrafa tamaşa edirdi. Belə bu uca saraydan şəhərin hər yeri ovuc içi kimi görsənirdi və Süleymanın gözləri əl çatmaz uzaqlara dikilmişdi. O, qızılı nur dənələrinə batmış, ətrafındakı təpələrə dəstə-dəstə quşlarına dəstə-dəstə yuvalarına tələsən quşlara tamaşa edir və həyatın qəribə hikmətlərindən dərs alırdı. O, insan görə gedənə kimi dərs alır, fikir verin. Yəni, öyrənmək heç insan üçün gec deyil, ziyanın yarısından qayıtmaq da insanda gözəl keyfiyyətdir. Hər an bir olan, tək olan Allaha iman gətirəcəksənsə, iman gətirən çoxdur, amma onun seyrini bilən yoxdur. Yəni, varı dövləti Allahdan üstün tutmaq, bunun özü böyük bir günahdır və var dövlət üçün, bu sərvət üçün xalqı əzmək, tapdalamaq, öldürmək, türmələrə atmaq, sürgün etdirmək, qanına qaltan etmək, bax, bu iş buradadır, iş buradadır. Hər kəs Allah deyir, amma boğazdan yuxarı, o Peyğəmbərin kəlamında buyurulurmu ki, ən ağır zaman o zaman olacaq ki, Allaha inam ürəkdə deyil, boğazdan yuxarı adı söyləniləcək kəlamı da var o ağır zaman içində. Bax, biz onu yaşayırıq. Bəli. Bu uca hikmət
lərdən dərs alırdı, həyata baxıb dərs alırdı. Yəni bugün hər kəs gəlib, hansı yaşda olur olsun, bir tək olan Allaha ibadət, iman gətirərsə, qarğışdan, şəkdən, zina sözlərdən, zina baxışlardan uzaq olarsa, kindən, nifrətdən, nəhlət, lənət söyləməkdən çəkinərsə, bir Allaha tapınarsa, bəli, Allah onu bağışlayar və onun bəlkə də xəstəliklərdən də uzaq edər. Min bir dərdin dərmanı da elə bu kəlamın içində gizlidir. Bunu dərk edənlər doğru yolu tutub gedə bilərlər. Bax belə. Süleyman birdən yad bir adamın addım səslərini eşitdi, diksinib ətrafa baxdı, addım səsləri yaxınlaşdı. Süleyman tanımadığı bir cavanın qarışıq və dumanlı sifətini gördü. O düz Süleymanın qabağında dayanmışdı. Süleyman onun qəfil gəlişindən qorxub tez soruşdu. Kimsən? Nə istəyirsən? Niyə icazəsiz bura gəlmisən? Cavan dedi, mən ölüm mələyəm. Gəlmişəm ki, sənin canını alım. Təbii ki, bu əfsanəvi bir şeydir, amma insanın gözünə görünə bilir. Bu şeylər də gözünə görünə bilir, çünki mən bunun canlı şahidiyəm və o səs qəlbdən gəlir. Bunu bir peyğəmbər hələ dərk edə bilməmişdir. O səs qəlbdən gəlir, amma gözünə hər şey insanın görünə bilər. Görürsünüz, deyir o, başqa planet var, nə bilim, bunu gördük, onu gördük. Onlar hamısı Allahın möcüzələridir, Allahın işləkləridir ki, insanları hər cürə xəyala, hər cürə düşüncəyə apara bilir, amma yer üzərində Allahdan başqa qüvvə yoxdur, bu dünyadan başqa dünyada yoxdur. Nə var? Buradadır. Bax belə. Bu həmin görüntülərdir ki, görürsünüz, Peyğəmbərə də belə görsənir. İndi cəmaat da deyir, göydə nə bilim, yad planetlər uçur, onlar hamısı əfsanəvi bir şey. O görsənir, görsənməyinə, amma əfsanəvi bir şeylərdir onlar. Hamısı sınaq üçün Allahın 52 min oyundan da biri də odur. Bax belə. Xülasə ki, ölüm mələyiyəm. Gəlmişəm ki, sənin canını alım. Mənim gözümdə dilənçi də, padişah da birdir. Bu hikməti dərk edə. Bilirmi ki, ölüm əyağında hamı eynidir. Bilmir, bilsə, belə öyünərmi? Öyünməz. Sevil belə öyünərmi? Öyünməz. İlham Əliyev belə bərk edərmi? İnsanları aradan götüzdürürlərmi? Olmaz. Bax, bunun dalında, bunun necə deyərlər, kökündə duran dilənçi də, padişah da birdir və hər kəs eyni kəfənə bürünüb gedəcəkdir. Ondan gerisi yoxdur. Hamı eyni. Həm hakim, həm məhkum haqq divanında, yoxsul da, varlı da Allahın yanında, birdir yanında. Bax belə. Heç kimdən də icazə almalı deyiləm. Bəli, mənim gözümdə, Allah deyir, indi məlikə şəklində deyir bunu, Allah deyir ki, mənim gözümdə dilənçi də, varlı da birdir, heç kimdən də icazə alan deyiləm, odur ki, canını tapşırmağa hazır ol. Süleyman bu adı eşitcək, tufan qarşısında dayanmış söyüd ağacı kimi əsməyə başladı və o, devlət işlərinin nizama salmaq üçün möhlət istədi, lakin ölüm mələyi indiyədək heç kimə möhlət verməmişdir, dedi. Süleymana da vermədi. Süleyman elə əsasına söykəndiyi yerdəcə canını tapşırdı.
deyilənə görə o artıq əfsanədir ki, neçə gün orada qalıb boş söhbətdir. Həmin belə bir ölüm, yəni bizim Bağmanlarda bizim bir qonşu qadın oturduğu yerdəcə belə dərdli, fikirli, elə stoldaca oturub, həyətin gəlini zadı da deyib ki, elə oturub da özü üçün gözünü yumub, ya elə gözü açıqmı bilmirəm, belə bir mən eşitdim ki, bir Yıldız xala var, o simsardı, uzaqdan belə həyat yoldaşım ilə qohumluğu da vardır. Xülasə ki, elə oturduğu yerdəcə, əli qoynunda, belində, bilmirəm, elə oturduğu yerdəcə onun dünyasını dəyişmişdi və neçə saatdan sonra anlamışdılar ki, bu artıq tərpənmir. Belə onu götürüb, aparıb, dəfn etmişdilər. Bax, Süleymanın da dəfini belə olur və ölüm mələyi baxmır. Ölüm mələyi deyəndə o mələk də insanın qəlbindədir, fələk də insanın qəlbindədir, ruhdur, candır, Allahdır. Onlar hamısı bir mənada Xudadır. O qədər ondan gerisi yoxdur, yaradandır. Doğan da odur, doğulan da odur, yaradan da odur, hər şey odur. Kim onun önündə özünü ucaldacaqsa alçalacaqdır, kim onun önündə özünü alçaldacaqsa ucalacaqdır. Yazılmışdır və də indi bax görürsünüzmü bu hakimiyyət bu xalqın necə yaşadır, necə əzab verir, artıq mənim ürəyim dözmür bu şeylərə baxmağa, ona görə də daha heç zat göstərmək istəmirəm. Yəni, nə qədər belə bu görüntülər adam ürək ağrısı sonradan çox özümə gələ bilmirəm. Mən heç vaxt bu qarışıq fikirlərə diqqət verən adam deyiləm, onun üstündən keçirəm ki, yəni mənim gözüm bunları görməsin. Mənim gözüm bunları görməsin, çünki mən acı tali görə bilmirəm. Acı yaşayan insanın həyatına baxa bilmirəm. Odur ki, mən evdən də çox vaxt eşiyə çıxmıram ki, mən bunları heç adi qonşuda da acı yaşanan şeyi gözüm görməsin. Ona görə də mənim kiminsə qapısına girməyim tək-tük hallarda olar. İldə ayamda bir dəfə nəyərsə, bax belə, mən heç kimin qapısını da aça bilmirəm ki, mənim qəlbim bunları görməsin. O qədər mən belə yaradıb Allah. Amma indi bu ölüm mələyi haqla batilin ayırt edilən günüdür. Bəli, bu hər bir bu zalimların qapısını da döyə bilir, biləcəkdir, döyəcəkdir. Bax, indi hərəsini bir cürə mən bilmirəm. Təbii ki, mən heç kimə bu ölümü arzu etmərəm, amma ölüm bu təbii haldır. Hamımız bu dünyadan köçüb gedəcəyik, amma bunun tezi var, geci var. Və də bunun cəzalı, acı taleli, nə bilim, nələri var, qolları çoxdur, varəqləri çoxdur. Rəbbimdən sadəcə rəhm diləyirəm. Mən belə düşünürəm ki, insanlar imana gəlsələr, daha yaxşı olar ki, heç ölüm olmasın. Mən bunu diləyirəm Allah Taala'dan. Amma onun yazısını da pozmaq yoxdur. Kim hansa nə tali ilə gedəcək, mən onu deyə bilmərəm. Çünki mən falçı deyiləm. Amma bircə onu deyirəm ki, imana gəlin. Tək olan Allaha tapının. Heç kimin haqqında lənət deməyin, heç kimin haqqında pis deməyin, heç kimin əməlinə şək etməyin, qınamayın. Ən əsası qınamaqdan doğulur. Bax, bu ölümlərdir, bu xəstəliklərdir, mənəmlikdən doğur. Bax, bunlardan uzaq olun. Dilinizə sahib olmağa çalışın. Bunu Allahdan qəlbinizdə diləyin. Allah qəlbinizdədir, onunla qəlbinizdə söhbət edin. Bax, budur, doğru yola addımlamaq, qapısını açmaq yolu budur. Yalnız qəlbə, kənara deyil, daşa deyil, bütə deyil, qəlbinizə müraciət edin. O, hər kəsin qəlbindədir. O, hər kəsi hərəkətə gətirəndir. O, hər kəsdir. Əgər qarşındakı insana bəd deyirsənsə, bu sənin üçün bil ki, zülmə səbəb olacaq. Bu sənin üçün ölümə səbəb olacaq. Bu sənin üçün xəstəliyə səbəb olacaq. Bu səni uçuruma aparacaq. Əgər bu uçuruma getmək istəmirsənsə, əgər salamat, sağlam yaşamaq istəyirsənsə, taleyin bütün zərbələrinə şükür et və xoşun gəlməyən bir olaya baxma
Əgər baxırsansa da o kəsi qınama. Burada görürsünüzmü ki Allah buyurur ki en güçlü dağlar yaranıb. Dağlardan güçlü demir, çünkü demir qayalardan möhkəmdir, çünkü qayaları qırır. Mələklər deyir ki, o bəs qaya ondan qüvvətli nəyi yaratmırsan deyir, odur, çünkü o dəmiri əridə bilir. Odu, bəs oddan güclü nə yaranmışdır? Su odu söndürə bilir. Sudan güclü yaranan külək suyu hərəkətə gətirə bilir. Və küləkdən güclü sədəqədir ki, o da əl ilə sağ əl verdiyini sol əl bilməməlidir. İnsan desə ki, bəs yaxşı, mənim pulum yoxdur, mən necə sədəqə edə bilərəm? O zaman deyir, əllərinlə yardıma qalx, desən ki, mənim əlim şikəstdir, bacarığım yoxdur. Onda deyəcək ki, sənə Allah Taala dilinlə qəlb sevindir, ürək sevindir, xoş sözlərlə insanlara qəlbini oxşa, desən ki, mən lalam, nitqim yoxdur. Onda Allah buyurur, o zaman heç kimi qınama. Allahın yaratdığı bəndələrə şək gətirmə və zina sözlər demə, bəddua etmə. Çünki öldürən Allah'tır. Çünki dirildən Allah'tır. Çünki yaşadan da Allah'tır. Güldürüb ağladan da Allah'tır. Onun qarşıdaki insana heç bir qarışacağı yoxdur. Sən o insanı qınaya bilməzsən. Qınasan da cəzadan qurtara bilməzsən. Bax, budur bunun hikməti. Düzdür, biz deyirik, prezident əlaltıları da yiyir, doğruyur, kəsir, bəli, yiyir. Amma onları yedizdirən Rəbdir. Ona görə də sən onları qınayırsansa, Allaha qarşı çıxırsan, Allah da deyir, bəs sən ey insan, kimsən ki, Allahla mübahisəyə qalxmısan? Məgər məmulat onu istehsal edən məbədə deyə bilərmi ki, məni nədən əyri istehsal etmisən? Bu stol deyə bilərmi ki, nədən mənim əyağımı 4-dən eləmisən, 5-dən elə? Deyə bilərmi? Bilməz. Eləcə də insanın nitqi olmamalıdır ki, Allah'ın yazdığı yazıya qarşı çıxsın və dostçunun deyir, gül üzərində haqqı yoxdurmu ki, eyni xəlitə qabın birini şərəfli, digərini şərafətsiz işlər üçün düzətsin. Yəni, insanın birini iman sahibi etmişəmsə, birini də zülm sahibi etmişəm. Sən kimsən ki, mənim işimə qarışırsan? Bax, bu hikmətin cavabı İncildə, İncilin sinəsində gözəlcə yazılıb, qoyulub, amma o da Allah'ın əmridir ki, bir insan ona yaxın düşməyib. O İncil Gəncədə, Azərbaycanda yazılıb və Nizaminin sinəsində də bu sir açılıb, açıq aydın qoyulub. Bütün quşlar olsa da, əncil yeyəsi bağda, əncilə tamarsıdır, əncil yeyəsi sahibi bağda. Bu nə deməkdir? Bu hikmətin anlamı nə deməkdir? Mən bunu dönə-dönə demişəm. Dönə-dönə də mənə şək ediblər, dönə-dönə də mənə gülüblər, dönə-dönə də məni qınayıblar. Amma kim nəyi əkibsə, onu da biçib və biçəcəkdir. İncil kitabı Gəncədə tərtib olunmuşdur. İncil kitabı Quranın təməlidir və onun içərisində çox hikmətlər gizlənilir. Bizim biraz demək olar ki, bir-iki günə, bəlkə də biz o kitabın artıq sinəsinə gələcək. Çünki Süleyman rəvayəti bitdi daha doğrusu. İki qardaş, Əyyub
Biraz var 2 güne yəqin ki biz İncil kitabının sinəsinə İsa ilə bərabər burada və orada gələcək və söhbətimizin təməldən, artıq təməldən necə yoğrulduğunun siz də şahidi olacaqsınız. Əhvədidə deyilmişdi, bu dünyanın sirrini bilən zamandan nəfəsim olmuşdur Zəbur oxuyan. Könlümün qisməti İsa nəfəsi, əllərim olmuşdu Musa pəncəsi. Ətəyim olsa, dilbərin ətəyindən utanırdı o, çünki bədən yağı, belə sözlər var orada unuttum dalını deməyə. Yəni ki, bu bədən xəmirini yoğurur İncil kitabı. Yəni bədənin təməlin nədən əmələ gəlir, necə ruhdan düzdür, bunu bütün dünya mənimsəyib, sarsıntılı gülüşdür bu, lağ gülüşü deyil. Bütün dünya o kitabı mənimsəyib, amma onun içindən anladığı qrafa yoxdur. Anladığı qrafa yoxdur. Biz İncillə artıq dünyaya çıxacağıq. Yəni biz Gəncədən söhbətimizi başladıq. Allahın ev əhlindən məhkəməmizi etdik. Təbii ki Allah etdi, mən yox. İndi Bakıya keçdik və İncildə biz artıq dünya məhkəməsi gedəcəkdir. Yəqin ki mən belə anlayıram artıq bunu. Bilmirəm, qəlbdən daha nələr gələcək, mən onu deyə bilmərəm. Amma qəlbinizə varın. Qəlbinizə varın və Allahı orada sakitlikdə, sakit o necə deyir İncildə deyir, yəni bir şey istəyəndə deyir, səs-küy salmaq lazım deyil, özünü göstərmək lazım deyil, heç bir gizli otağa qapını ört və gizlində olan Allaha gizlində dua et, gizlində istə. Bax, siz də gizlində qəlbinizə varın, sakit bir güşəyə çəkilin və qəlbinizin səsini oradan dinləyin. Dünya qayğılarından uzaq olun. Çünki görürsünüz, dünya qayğısı deyir, qoy dünyanın işlərini görün, devlət işlərimi heç görürsünüz, yeri gələndə, an gələndə heç sənin dünya işlərini görməyə də zamanın çatmayacaqdır. Çünki ölüm mələyi anında səni götürüb aparacaqdır. İstəmirsən ki, anında həyatını tez tərk edəsən, odur ki, tez qəlbinə var və Allahı qəlbində dinləməyə çalış. Bunun üçün nə Kəbə lazımdır, nə Məkkə lazımdır, nə məscid lazımdır, nə də Quran kitabı. O, Quran da, kitab da, Kəbə də sənin qəlbində. Bunu bil, milyon% yəqinliklə. Allah hər kəsin qəlbindədir, hər kəs vasitəsilə yaradandır və hər kəsdir. Necə biz bir bədən olub çoxlu üzvlərə malikik və hər üzvün də öz vəzifəsi vardır, eləcə də biz ruhən Allahda bir bədənik, ayrı-ayrılıqda hər birimiz biri-birinə üzvük. Bax, ona görə də Allahın hər şeydən xəbəri vardır. Və yeri göy yaradan Allah əl ilə tikilən məbədlərdə yaşamaz, nə Kəbədə, nə Məkkədə, nə məsciddə, nə kilsədə, onun məbədi biz insanlarıq. Bunu dərk etmək lazımdır.